Herkese salam dostlar. Sizlə mənəm Zərfəqət 2026. Bu günləri mən sizin üçün yeni video çəkəcəm. Yəni bu videoda aldığım zır paketlər olmayacaq. Bu videoda yəni 2026-da ən yaxşı məsləhətli bir zır paketləri göstərəcəm. Yəni ən qəşəng partlayan və ucuz zır paketləri göstərəcəm. Gəlin başlayaq. Çoxdan da video çəkmirəm, yəni 2 həftədən çoxdur video gəlmir. Ona görə kommentləri doldurmuşsunuz, yəni hamı video gözləyir. Yəni indi də mənim də vaxtım yoxdur, gedim təzə zır paketləri alım. Ona görə də gələn həftəyə inşallah ki qəşəng videolar çıxacaq. Amma indi sizə göstərdiyim zır paketlərin çoxusu yəni köhnə videolardan qalanlardır. Yəni 2026-da çəkdiyim videolardan qalanlardır. Yəni başlayaq. Kanala abunə olmanızı unutmayın, zəhmət olmazsa. Və gəlin balacılardan başlayaq, yəni ən ucuzlardan başlayaq və yaxşı partlayan zır paketlərdən. Çox da yaxşı partlayan var, amma gəlin belə blok göstərim sizə. Bütün qiymətləri deyəcəm sizə axırda və göstərə deyəcəm. Yəni bunun içində belə bir zır paketlər var, amma bu Mickey Mouse yəni olur içində. İndi açdığımı göstərirəm sizə. Yəni bununla Mickey Mouse-un fərqi heç yoxdur. Yəni gəlin içini göstərim. 60 ədəd olur bir paçkada. Yəni bir blokun içində 10 dənə, yəni 10 dənə paçka olur. İçində belə olur. Sarı olanda daha yaxşı olur. Yəni qırmızı pis var deyir. Görürsüz siz yoxsa yox. Və belələrdir. Yəni mən bir blokuna, bu paçkaya 12 manat vermişəm. Yəni bir paçkaya 1 manat 20 qəpik vermişəm. O da ki keçən ay, yəni oktyabr ayında aldığım qiyməti deyirəm. İndi o qiymətə yoxdur heç yerdə demək olar ki. Bilmirəm, yəni bildiyiniz qədər mən deyirəm, bildiyim qədər deyirəm də sizə, yəni. İndi mən bildiyim yerlərdə yoxdur, yəni. Gəlin bunları belə qoyaq. Sonra gəlin məsləhətli bir zır paket göstərim sizə. Yox, gəlin uşaqlar üçün göstərim nə olar. Yəni 10 yaşa kimi falan belə zır paket kimi adlanıla bilər. Pop dadır bunun. Gəlin açın bunu. Siz isə baxın. Baxın, içində belə nə demək olar bilmirəm. Sağım quşuyla. Yəni atırsan belə yerə partlayır, yəni. Tökülür bu indi. Yəni təhlükəli bir şey də deyil. Yəni əlində partlaya bilməz. Çünki əllə ancaq güc belə sıxsam bəlkə partlayacaq, o da ki incitmir. Yəni içində daş kimi bir şeylər var. Ona görə yandırmaq lazım olmur onları. Gəlin balacadan yəni maraqlı bir Zuki göstərim. Zuki demək olar da buna. Dəqiq bilmirəm, yəni. Baxın. PM1 Srebrina Piratka Rusiyadan gəlib bu deyəsən. Firmanı dəqiq bilmirəm hansı firmadır. Yəni bir də bura kimi oxuya bilərsiniz. Fitili də böyük, yəni qaçmaq olar. Yandıran kimi qaça bilərsiniz. Yəni ki yanınızda partlamasın, təhlükəli olmasın. Bunun da qiyməti 50 qəpikdir. 50 qəpiyə elə normal deyil, yaxşı deyil 50 qəpiyə, çox bahadır. Amma yəni yoxlamaq olar. Ona görə mən bunları videoya görə almışam. Yəni elə partlayanları kimi almamışam. Gəlin sonra belə bir maraqlı bir nə demək olar buna? Fişəng demək olar buna yəqin ki. Grand Bloom Flower. Üstündə amma MK536 yazılıb. Yəni bunu belə qoyursunuz, yandırırsınız və partlayan bir şey deyil. Yəni bu ya uçur, ya yerdə uçur. Fırlanır. Bunun da qiyməti 1 manat idi mən bilən. Ya 70 qəpiyə 1 manat indi. Yadımda qalmayıb qiyməti dəqiq. Gəlin bunu da belə qoyaq. Sonra belə bir böyük zır paketdir. Buna bu balaca zır paketləri bunların
atası demək olar. Yəni bunun 10 qatı da az olar. Yəni barmaq boydadır bu. Bu qəşəng görsənir yəni. Mən də bunu videoya görə aldım, yəni videoda qəşəng görsənsin deyə aldım. Onun da qiyməti 50 qəpik idi. Yəni birinci dəfə onu partladacağam, yəni yoxlayacağam. Yeni ildən sonra isə videolar çıxacaq, yəni partlatma videosu söz vermirəm, çünki YouTube ban atır, ona görə də söz vermirəm. Yəni aldığım yeri axırda deyəcəm, çünki çoxumuz axıra kimi baxmırız, ona görə də kommentlərdə doldururuz, yəni aldığım yeri hara, aldığım yeri hara. Ona görə də axıra kimi baxın videoya ki, bilərsiniz. Bunu 70 qəpiyə almışam mən, bilmirəm nədir bu, yəni birinci dəfə alıram, yəni keçən illər belə şey yox idi. Maksim yazılıb, amma orijinal deyil bu. Yəni görünüşə görə görünür, yəni orijinal deyil. Çünki ortadan başlayır və özdəki bu, yəni buna açsam bunun altına bilinmir nə var, yəni. Sonra 70 qəpik idi qiyməti. Qabaqda elə çox zırh paket göstərəcəm. Yəni indi bu zırh paketləri, yəni bunlar demək olar ki, keçən aydan qalıblar, amma yəni yeni zırh paket istəyənlər, yəni kanalıma abunə atsınlar ki, yəni gələcək videoları izləyin, yəni. Mən hələ dekabra, yəni sabahları dekabrın 1-idir, yəni dekabrın 1-dən dekabrın 16-sı, 20-si falan mən qəşəng videolar atacağam, yəni YouTube'a. Ona görə də izləmədə qalın. Sonra belə bir zırh paket Titan 2. Sanki keçən ildən qalıb. Keçən videolarımı izləyənlər bilir, yəni Azərbaycanda ən çox məndə idi Titan 2. Əmin olmayan yaza bilər kommentdə, əmin deyiləm, səndə deyildi, məndə idi, yəni. O da mən də videoları hamısını qoymuram da, yəni zırh paketlərinin hamısını göstərmirəm videolarda. Ona görə də ola bilər ki, kimsə desin ki, məndə az idi, bunda çox, məndə bundan çox idi. Siz də kommentlərdə yazın, mən də sizinlə maraqlanım. Yəni bu P23-dür. Titan 2-nin qiyməti keçən il 30 qəpik idi. Titan 2. P23-ü bu il qiyməti azaldım bu il. Hələ alacam, yəni ona görə. P23-ün bu il qiyməti 50-70 qəpik arasında. Yəni mən aldığım qiyməti deyirəm bu videoda, amma siz bu dəqiqə getsəsələr bəlkə 2 manata tapasınız, bəlkə 3 manata tapasınız. P23. İndi siz kommentlərdə yazın, yəni kim neçə manata nə alıb, yəni alanlar yazsın. İndən deyim, mən bunları heç satmıram, satmağa heç, elə 20 manat versən satmaram bunu. Yəni ağlımda belə bir şey yoxdur. Sonra baxın, belə bir pis görsənir. Super Pirat. Keçən il də bundan almışdım, bu il də aldım, maraqlı görsənir deyə. Bunu 1 manat 50 qəpik almışam. Sonra Titan 1 manat almışam. Bu Titan 2-dən qat böyüdür. Yəni biraz məndən görürsünüz siz. Gözüm dəqiqə. Kameranı biləlim. Biraz məndən yəni görürsünüz siz yəqin ki. Zengadan da böyüdür bu, yəni. Bunun da qiyməti 1 manat neçəsi qəpikdir. Yadımdan çıxıb. Sonra gəlin bu qədər Zenga göstərim. Zengalar, Enigma firmanın Zengaları. Bunlar orta razmer Zengadır. Yəni bundan böyükləri də var. Böyüklərini inşallah ki, dekabrın 15-i falan videoları çıxacaq. Yəni bu dəqiqə yoxdur yanımda. Ona görə də kimə maraqlı deyilsə bu videoya baxmasın, çünki kommentlərdən əsəbləşdirən adamlar da var. Yəni deyirlər ki, çəkmə videonu, bu belədir, köhnə zırh paketdir. Yəni mən bunu yeni izləyicilərə görə çəkirəm. 3000 olduq. Təşəkkür edirəm sizə. Gəlin belə Big Bang zırh paketidir. Boom Big Bang. Bu birinci dəfə barmaqdan bax nə boydadır, yəni.
Bunun qiyməti 2 manat idi. Dəyər məncə. Birinci dəfə almışam. Bu da ki Koi 2010'du. 2020'də var amma yəni almadım çünki yanımda o qədər pul yox idi. Koi 2010 Rusiya filialından öyrənib. Neçə idi? Bu 2.50 idi deyəsən. Bu da qiymətinə dəyər məncə. Yəni video qəşəng alınsın deyə. Hələ qurtarmadıq yəni. Gəlin göstərim. Bundan çox zırh paketlər var hələ. 3 5 7 9 11 13 15 16 17 biri qalmıyor. Biri bilmirəm hardadır dəqiq. Gəlin bunu da buraya. Bu nədir? MK27. Bunu biraz çox aldım. Yəni bunu blokla aldım bu il. Keçən illərdən baxmış. Yəni bunu çox blokunu baxın bu korobkaya mən neçə verdim indi bu dəqiqə deyəcəm sizə. Zenganı indidən deyim. Zengana mən 1 manat falan verdim. Bəli, 1 manat verdim. Bunun blokuna, yəni 18 ədədinə, yox 20 ədədinə, 3 ədədini deyəsən bilmirəm hara gedir, korobkalardan birindədir yəni. 20 ədədinə mən 12 manat verdim, yəni 12 manat blokuna verdim bunu. O da ki ildən deyim, bunu mən bu ay almamışam. Bunu mən oktyabr ayında almışam, yəni bu yeni aldığımlar deyil. Yeni aldıqları gələcəkdə, yəni 2 həftəyə bəlkə də çıxar video, maraqlı bir video. Yəni kommentləri doldurmayın. Bir də bunları düzüm mən. Bəli, düzdüm bunları. Kameraya yerləşmirlər. Düzdüm. Bunların blokuna 12 manat vermişəm. Yəni 20 ədədi var idi bunun. İndi taparam onları da göstərərəm sizə. Yəni gəlin keçək başqalarına. Bunları da beləsinə qoyun bir dəqiqə. Bunları da beləsinə. Bəli. Gəlin keçək başqalarına. Bunu yerləşdirmək lazımdır hələ. Başqaları nədir? Opa. Hələ bunları da düzmə olacaq. Explosive P20 orijinal Maxim firmasının 20 ədəd zırh paketi. Yəni çox gözəldirlər bunlar. Belarusiyadan gəlib deyəsən, bilməm dəqiq. Yox, Georgiyadan gəlib. Opa. Gəlin bunları da düzək. Bəli, düzləyib bunları. Kameradan pis görsənir, yəni. Beləsinə göstərim. Düzləyib bunları. Bunların da qiymətini dedim sizə, 12 manata idi bloku. Yəni bunları mən satmıram. 12 manata almışam, satmıram. Bunların yəni 20 ədədinin qiyməti 12 manat idi. Sonra gəlin nə qaldı? Fişənglər qaldı. Yəni balaca fişənglər almışam. Fişənglər. Buradakı fitili görürsünüz ya yox, bilmirəm. Fitili, yəni bunları mən 3-ünə 4 manat vermişəm. 3-ünə 4 manat. Məncə yaxşıdır. Bir dəqiqə. 3-ünə 4 manat vermişəm. Məncə yaxşıdır. Bu zırh paketləri mən satmıram. Aldığım yeri isə Sədərədən almışam, yəni Şirniyyat bazarından. Dəqiq sıranı falan bilmirəm, yəni dekabra yeni ilə yaxın gedəcəm, yəni bilsəm, tapa bilsəm, yəni sıranı yazıb sizə videoda göstərəcəm. Yəni gələcək videoları izləyin, ona görə də abunə atın, yəni maraqlı bir videolar sizi gözləyəcək inşallah qabaqda. Sağ olun, abunə atın kanala və bu videonu like qoyun ki, mən biraz həvəsim də gəlsin, gələcək videoları çəkim sizə görə. Sağ olun, salamat qalın, kanala abunə olun.